Şirvanda 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Milmuğan bürosunun məlumatına görə hadisə Şirvan Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan rayonunun Qarabağlı kənd sakini 2005-ci il təvəllüdlü Xankişiyev Vüsal Talih oğlunun idarə etdiyi Mercedes markalı avtomobil VAZ 21099 markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakini 2000-ci il təvəllüdlü Həsənov İsmail Səmədağa oğlu, 2010-cu il təvəllüdlü Qurbanov Cəfərağa Coşqun oğlu, 2005-ci il təvəllüdlü Qurbanov Xəyyam Mansur oğlu və 2004-cü il təvəllüdlü Qurbanov Xəyal Mansur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Maşında sıxılıb qalan 2 nəfər xüsusi avadanlığın köməyi ilə çıxarılıb. Qəza zamanı işıqlanma, elektrik və internet dirəyi aşıb. İnternet xətti qırılıb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. Əlibəy Zeynallı, Fərid Yusifov, APA TV Şirvan.